Dostlar, əgər sizdə və ya yaxınlarınızda aşağıda dediklərim asılılıqdan hər hansı biri varsa, onda siz bu kitabı mütləq oxumalısınız. Bu narkotik asılılığı ola bilər, siqaret asılılığı ola bilər, içki asılılığı ola bilər, qumar asılılığı ola bilər və ya oyun asılılığı, yəni oyun asılılığı ola bilər. Bu istənilən növ asıllıq ola bilər. Bilirsiniz ki, asıllıq beyin xəstəliyidir və bu asılılıqdan hər hansısa biri sizdə varsa, onda bu kitabı siz mütləq oxumalısınız. Çünki bu kitabda həmin asılılıqlardan necə xilas olmaq lazımdır, istənilən asılılıqdan xilas olmağın, belə deyək, sirləri bu kitabda var. Bu kitabın, yaxşı tərəfi odur ki, bu kitabda yəni ki, ən beləsinə ağır asılılıqlardan necə xilas olmaq lazımdır, həmin insanların öz dillərindən bu kitabda, danışılır. Yəni kitab, belə deyək, mən kitabın hamısını danışa bilmərəm sizə. Kitab 210 səhifədən çoxdur və bu kitabda, ən ağır bilirsiniz, asılılıq narkotik asıllığıdır və, bunun yəni ki, asılılıqdan necə xilas olub həmin insan bu kitabda danışır. Digər asıllıq növləri var, alkoqol asıllığıdır və, siqaretdir. Onlar yüngül asıllıq sayılır. Onların belə, yəni ki, həlli var burada bu kitabda. Kitab məhdud saydadır, belə deyim. Kitabı əldə etmək üçün aşağıda WhatsApp düyməsinə yazın. Ətraflı məlumat əldə etmək üçün və digər, yəni aşağıda WhatsApp butonu görəcəksiniz. Həmin buton vasitəsilə əlaqə saxlaya bilərsiniz. Və bundan əlavə, onu qeyd eləyim ki, kitabın sayı məhduddur. Məhdud sayda əlimizdə kitabdan var və eyni zamanda, kitabı əgər oxuyacaqsınızsa, yəni əldə eləyin. Əgər oxumayacaqsınızsa bilirsiniz, yəni ki, biz insanlara faydalı olmaq istəyirik. Yəni alıb atacaqsınızsa bir qırağa, yəni kitabı oxumayacaqsınızsa, yəni bunu məsəl üçün, yəni ondan yəni ki, əldə etməyin mənası yoxdur. Eyni zamanda siz hər hansı bir asılılığa tutulmamaq üçün də, yəni ki, yəni bu kitabı oxuya bilərsiniz.